Sen yatarken zaman keçir. Sen yiyərkən zaman keçir. Sen necə pul qazanmağı düşünərkən zaman keçir. Bir ay kimi keçir, ay həftə kimi, həftə gün kimi, gün saat kimi, saat isə dəqiqə kimi. Bu isə o deməkdir ki, sənin zamanın tükənir və heç vaxt geri qayıtmayacaq. Həyatımızın ən dəyərli valyutası zamandır. Sen riski düşünərkən, kimlərsə risk bir zirvəyə çatır. Sen qərar verməyə tərəddüd edərkən, kimlərsə qərar verir və dəyişir. Sen başqasına işlədikcə, onun həyatını qurursun, öz həyatını yox. Sen boş şeylər oxuyarkən, kimlərsə faydalı şeylər oxuyur və böyüyür. Sen mənasız işlərlə vaxt bitirərkən, başqası gələcəyini qurur. Hər gün səni kimlərsə məyus edə bilər. Ama onları ürəyinə salma. Çünkü üreyin ona fokuslananda beynin faydalı şeyler görebilir. Her gün karşına bir problem çıkabilir. Ama sen güçlü ol. Her gün büyük pulları düşünebilirsin. Özüne qadağa olma. O haqda düşünmek senin hakkındır ve senin motivasiyondur. Her gün bəzən yaramasın, bəzən ağıllı insanlarla karşılaşa bilərsən. Hamısı ilə ünsiyyətli ol ki, sen insanlardan anlayış çıkarabilirsin. Zaman geri qayıtmır. O ya senin için işleyecek ya da sana karşı.